Allah təbarək və taala İmam Hüseyn əleyhissalamın şəhidliyinin əvəzində bir neçə şey verib İmam Hüseynə, heç kimə verməyib onu. Nə bir peyğəmbərə, nə bir imama, nə bir övliyaya heç kimə verməyib. Allah İmam Hüseyn əleyhissalamın türbətində şifa qoyub. Dünyada heç bir torpağı yeməyə icazə yoxdur, haramdır torpaq yemək. Hətta Məkkənin, Mədinənin, Peyğəmbər qəbrinin torpağını yemək haramdır. O bir imamların qəbrinin torpağını yemək haramdır. Şifa üçün İmam Hüseyn əleyhissalamın türbətin azacıq olaraq yemək olar, istifadə eləmək olar. Və İmam Hüseyn əleyhissalamın şəhadətindən sonra ilk Kərbəla türbətinə səcdə eləyən, Allaha səcdə eləyib başın türbəti Kərbəlaya qoyan İmam Zeynul-Abidin əleyhissalam olub. Və rivayət var, türbəti Kərbəlaya, Kərbəla türbətinə baş qoyub Allaha səcdə eləyəsən, həmin namaz şəksiz, şübhəsiz, inşaallahurrahman qəbuldur. Və icabətə dua ində qəbri, İmam Hüseyn əleyhissalamın qəbrinin yanında, Allah hamıza nəsib eləsin, günbəzinin altında dua eləyəsən, şəksiz, şübhəsiz qəbul. Su həya eləyib İmam Hüseyn əleyhissalamın qəbrinə yaxın getməyə. Həmin ərazidə dua eləsən, şəksiz, şübhəsiz qəbuldur. Su yaxın getmir. Ayətullah Mühsin, Ayətullah Üzmə mərhum Seyyid Mühsin Həkimin halatında var ki, bir gün onun müridlərindən danışır, yazır, daha doğrusu deyir, Seyyid Mühsin Həkimə xəbər gəldi ki, yerin altından su gəlib Həzrəti Əbəlfəz əleyhissalamın qəbrin su basır. Deyir, ağa buyurdu ki, gedin mən gələnə qədər Kərbəlaya, o suyun qarşısını alın, nə qədər xərci olsa mən onu təmin eləyəcəm. Amma amandır, qoymayın su gələ basa ağanın qəbrin. Birazdan ağaya xəbər çatdı ki, ehtiyac yoxdur təmirə, ehtiyac yoxdur suyun qarşısını almağa. Su gəlib, doğra vurub Əbəlfəz ağanın qəbrinin başına axır, su, divar yoxdur, su elə axır, elə bil suyun divarında, qarşısında divar var, su o cür doğra vurub, baxmayaraq Fəratın suyunu Həzrət Əbəlfəzlə vermədilər, su özü gəlib dolanır ağanın başına. Yerin alt, o qəbri şərifinin altına kaş icazə verələr bir dəfə düşək bahəm, görəcəksiniz su divar kimi dolanır. Bu dəqiqədə Əbəlfəz ağanın qəbrinin başına su yaxın getmir Həzrətin qəbrinə. Və la tuaddu əyyamu zairihi caiyən və raciən min amri və bir mükafat. İmam Hüseynin zəvvarları İmam Hüseynin ziyarətinə gedib gələnə qədər onun həmin günləri, həmin zəvvarın ömründən sayılmır. Ona əlavə hədiyə verilir o günlər. Xoşallah İmam Hüseynin zəvvarı. Həmin günlər ömrə artıq paydı, 12 gün, 13 gün. O sənə ömründən çıxılmır. Həmin 12 gün əlavədir. Allah İmam Hüseynin şərəfinə və hörmətinə bunu əta eləyib.